Salam olsun bizi izləyən hər kəsə. Ümrə zəvvarlarımızla daxəm, ümrə ziyarətimiz davam edir. Gəlmişik Məkkədə dövrə ətrafı ziyarətə və gördüyünüz bu dağ Cəbələn Nur dağıdır. Hira mağarasıdır. Həzrəti Muhammed sallallahu aleyhi və səlləmə Peyğəmbərlik verilməmişdən qabaq 40 gün Həzrəti Peyğəmbər gəlir burada namaz qılır, gizli ibadətlərini həyata keçirdi və orada Qur'an-ı Kərimin ilk ayələri nazil olur. Ələq surəsinin ayələri nazil olur. Oxu səni yaradan Allahın adı ilə və bir sıra ayələr burada nazil olur. Allah bütün həsrətində olanlara, hər birinizə bu Cəbələn Nur dağına gəlməyi, ibadət eləməyi nəsib eləsin. Allah bütün həsrətində olanlara nəsib eləsin inşallah.